Salam əziz şagirdlər. Bugün bu videomuzda sizə funksiyaların qrafiklərini qurmağı izah edəcəm. Misal üçün sizə verilə bilər y bərabərdir x kubu funksiyası. X-a müəyyən qiymətlər verərək gəlin y-yi tapaq. X bərabərdir. Olsun -2, -1, 0, 1, bir dəfə də 2. Bir dəfə y bərabərdir x kubu, yəni -2-nin kubu, -8, -1-in kubu, -1, sonra 0 veririk, 0-ın kubu 0, 1-in kubu 1, 2-nin də kubu 8. İndi biz gəlin koordinat oxlarını çəkək. Baxın, buradan koordinat oxlarını çəkirəm. Bu y, bunu belə çəkdik. Sonra buradan da belə x-i çəkək. Deməli, indi x-a -2 verəndə y-dən -8 almışam. 1, 2, bura bilirsiniz ki 0 nöqtəsidir. X-a -2 verirəm, y-dən -8 alıram. 1, 2, 3, 4, 5, 6, 7, 8. Burada -8. Baxın, belə qırıq-qırıq xəttlərlə ta ki düşürəm -8-ə qədər. -8-dən də belə gəlirəm. Baxın, nöqtə buradadır. Sonra x-a -1 verirəm. Y-dən də -1 alıram. X -1 buradadır. Y -1 buradadır, aşağıda. Burada da gəlir bu nöqtəyə. X-a 0 verib y-dən 0 alıram. Deməli, burada koordinat başlanğıcındadır. Baxın, qrafikimiz bu şəkildə, bu hissədə belə gəlir. Baxın, belə. X-a 1 verib y-dən 1 alıram. Baxın, x-dan -1, y-dən də -1. O da buradadır. Sonra x-dan 2, y-dən 8. Baxın, x-dan 2, y-dən də 8. 2, 3, 4, 5, 6, 7. Bu da 8. Burada da deməli uzadırıq. Gəlir nöqtəmiz bura. Baxın, bunu da belə gətirək. Deməli, bizim y kubu, y bərabərdir x kubu funksiyamızın qrafiki olacaq bu şəkildə. Gəlin növbəti bir funksiyaya baxaq. Misal, y bərabərdir kök altında x üstəgəl 3 çıxılsın 1. Gəlin elə qiymətlər verək ki, kök altından tam ədədlər ala bilək. Misal üçün x-a verək -3. X-a -3 versək, kök altında -3 ilə 3'ü toplayırıq, 0 eləyib. 0-dan da 1 çıxanda y-imiz edir -1. X-a verə bilərik -2, onda y-imiz olacaq. Kök altında -2 üstəgəl 3 -1. -1-dən də 1 çıxır. 1-dən də 1 çıxanda 0 eləyir. Sonra biz x-a verə bilərik -1. -1 versək, y bərabərdir 1 üstəgəl 3. Kök altından 4-dən 2 çıxır. 2-dən də 1 çıxıram 1. Sonra mən x-a verə bilərəm. Deməli, 6. 6 versəm kök altında 9 eləyir. Y bərabərdir 6 üstəgəl 3 9. 9-dan 3 çıxdı. 3-dən də 1 çıxdım 2. Gəlin indi koordinat oxlarımızı çəkək. Koordinat oxlarını da göstərək. Bura x, burada y. X-a -3, burası 0 nöqtəsidir. X-dan alır -3'ü burada. X-dan -3 alanda y-dən -1 alıbdır. Y-dən də -1 gəlir bura. Nöqtə buradadır. X -2, y 0. X-dan -2 alanda y-dən 0 alır. Yəni bu nöqtənin düz üzərindədir. X-dan 1, y-dən 1. Baxın, x -1 nöqtəsi buradadır, y -1 nöqtəsi buradadır. O da gəlir bura. Baxın, qrafik bu şəkildə belə gəlir. Sonra x-dan 6, y-dən 2. Deməli, 2, 3, 4, 5, 6. X-dan 6 buradadır. Y-dən 2 də buradadır uşaqlar. Baxın, bu şəkildə gəlir bura. Yəni, belə. Qrafik bu şəkildə. Əgər bu videonun sizə köməyi oldusa, videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Növbəti videolarımızda görüşərik.